أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, bazen elə kiçik bir əməl olur ki, onun qığılcımı elə sürətlə yayılır ki, insan o kiçik əməlin böyük mükafatını alabilir öz Rəbbindən. Və bəzən də bunun paradoksu olur, əksi. İnsan kiçik bir pislik etməklə böyük bir adətə, vərdişə səbəb ola bilər və bununla da onun böyük günaha düşməsinə səbəb ola bilər. Yaxşılıqdan başlayaq. Elə insanlar vardır ki, o, içindən sağlam insanlıq duyğusu olduğuna görə, həmişə insanlara yaxşılıq, xeyir, xoş arzular fikirləşir və həyata keçirtməyə çalışır. Misal üçün, bir şeyi öyrənir, öyrəndiyi gözəl əməli gedir başqasına öyrədir. Eşitdi ki, bu əməlin mükafatı bu qədərdir, dayanmır. Özü edir və kiminlə də münasibəti varsa ona öyrədir ki, Allah öz kitabında belə deyib, bunu edənlərin mükafatı budur. Bunu edənlərə Allah belə qiymətləndirəcək. Bax, onu gedir başqasına öyrədir. Allah öz kitabında belə buyurur. Kur'an-ı Kerim'de En-Nisa suresi 85. ayette Allah Subhanahu Teala buyurur ki: Euzu billahi mineşşeytanirracim. Men yeşfa' şefa'aten haseneten yekun lehu nasibun minha ve men yeşfa' şefa'aten seyyiaten yekun lehu kiflun minha. Kim gözəl bir əmələ başlanğıc verərsə, gözəl bir əməlin yayılmasında səbəbkar olarsa, nə qədər o yaxşı əməli edənlər artarsa ondan sonra, onun hər birində onun payı vardır. Yəni, sən gözəl bir əməli başlanğıc verdin, bir nəfər səndən öyrəndi onu, o da etdi. Və ondan da başqası öyrəndi, o da etdi. İndi sən düşün, bu illərlə davam edir. Sən ölmüsən, sən Rəbbinə qovuşmusan. Amma sənin başlanğıc verdiyin o əməli insanlar edir. Sən öldüyün halda, əməl kitabın bağlandığı halda sənə mükafatlar yazılır. Çünkü güzel bir işe başlangıç verdin. Ona göre değerli Müslümanlar, neyi eşittin, neyi bildinse, güzel amel onu insanlara öğret. Misal üçün, senden sadaka vermeyi öğrensinler. Sadaka vermeyi. Değerli insanlar, vaxtıyken halkımız bu meselede o qədər məlumatsız idi ki, sadaka sözündən insanlar qaçırdı, qorxurdular. Sadaka pis sözdür. Birinə deyəndə ki, sənə sadaka hədiyyə gətirmişəm, deyirdi, xahiş edirəm, mənə sadaka vermə. Bu olub ha, dəyərli insanlar. İnsan olub ki, deyib, mənim evimə sadaka gətirmə, mənim övladıma sadaka vermə. Niye? Deyir, sadaka deyir, pis şeydir. Biz onu istəmirik. Halbuki
Verilen sədaqəni geri çevirmək günahdır. Onu geri çevirmezler. Allah'ın senin için yetirdiğidir. Deyim ki, insanlar deyər ki, bu dilənçilik edir. Sadaka almaq dilənçilik deyil. Sadaka almaq dilənçilik deyil. Dilənçilik insan xarakterində olur. Hədiyyə almaq dilənçilikdir ki, kralın da hədiyyə almaq xoşuna gəlir. Hətta krallarla belə görüşə gedəndə onlar üçün hədiyyə aparardılar. O hədiyyə yaltaqlıq çındırsa, o sədaqə deyil. Yox, sədaqədirsə, yəni səmimi, könül xoşluğu ilə verilən bir yaxşılıqdırsa, hər kəsin xoşuna gəlir. Hər kəsin. Hətta insan psixologiyasında bu vardır. İnsan hədiyyəni xoşlayır. Ona hədiyyə verəndə içində fərəh artır. Allahın Rəsulu bunu tövsiyə etmişdir. Birinizə hədiyyə verin ki, o sizi daha çox sevdirir birinizə. Bu o demək deyildir ki, alım dostudur. Verirsən dost olur. Yox, o bizim gerimizdə var. O bizim xarakterimizdə var. Xoşlayırıq. Çünki insan birinin ona qarşı sayğılı olduğunu görəndə könlü açılır. Ki, o mənə sayğı göstərir. O mənim üçün bir şey düşünüb alıb. Yəni, bu ona dəyər verdiyinə görə sevgini artırır. Bax, sən sədaqəyə səbəb oldun, insanlar sədaqəni öyrəndi. Bildilər ki, biri-birinə sadaqa verərlər. Geyimi biraz köhnəlib, onu heç kəsə verə bilmir. Niyə? Çünki insanlar deyir ki, filənkəsin artığını geyir. Bax, xalqımızda bu düşüncə var idi. İslamın gəlişi ilə bu düşüncə alt üst oldu. İnsanlar bildilər ki, yardımlaşmaq var. Sənin nimdaş geyimin başqası üçün gözəl geyim ola bilər. Ver ona, ver birinə, xəbər sal bacılarımın, qardaşlarımın içində ki, məndə bu geyim var, kim münasib bilir, verim ona. Və yaxud da ki, sən özün bilirsənsə, çatdır ona. Bax, bu yola başlanğıc verdinsə, necə ki, əslində ayənin nazil olmasında səbəb də bu idi. Allahın Resulü sallallahu aleyhi və səlləm insanları cihada hazırlanmağa tövsiyə edirdi ki, cihada hazırlanın və kim də cihada gələ bilmirsə, cihada gedənlərə yardım etsin. Bir şeylər edin. İnsanlar tərpənmirdi yerindən. Çünki cürət etmirdilər. İnsanda var da elə şey. Düşünür ki, məndəki kiçikdir, onu vermək ayıb olar. Ayıb olar deyə hamısı utandığından dayanmışdı. Bir nəfər ayağı qalxıb da gedib bir ovuc xurma gətirməsi ilə insanlar cürətləndilər, həvəsləndilər, dedilər ki, ha, belə də etmək olarmır. Yəni, kiçik bir şey də gətirmək olar. Sənin kiçik dediyin ovuc yıxılanda nə boyda bir yemək düzəlir. Baxın, deməli, bir başlanğıcla yavaş-yavaş evlərdən çıxıldı, insanlar getdilər və bu yardımlaşma gücləndi. Və Allah belə buyurdu, kim gözəl bir əmələ başlanğıc verərsə, onu edənlərin sayı artdıqca onun mükafatı da artır. Ona görə dəyərli insanlar, bizlər ətrafımıza xeyir örnək olay. Bax, sən kiməsə oruç tutmağı öyrət. Orucu Allah əmr edib. Allahın Rəsulü ona tətbiq edib. Biz ola bilər düşünək ki, bunu mən başlatmadım ki, bunu Allah başladıb. Yox, elə deyil. Bunu Allah əmr etsə də, əgər sənin xalqının içində bu adət itib, misal üçün, həftənin 1-ci, 4-cü günü oruç tutmaq. İnsanlar unudub bunu. Ola bilər də sənin tanıdığın bir ətrafda bunu etmirlər. Sən bir nəfərə dedin ki, həftənin 1-ci, 4-cü gününün orucu var, xəbərin var bundan. Bilirsən bunun mükafatı nədir? Və yaxud da ki, hər ay 3 gün oruç tutmaq var. Bilirsən mükafatı nədir?
Həmin ayın bütününü oruç tutmuş sayılırsan. 3 gün tuttuğun bir ay sayılacaq. Həftənin 4-cü günü oruç tuttuğun sənin əməl kitabçan təmizlənir, nurlanır. Öyrətdin, o həvəsləndi, başladı tutmağa. Bax, sən stat verdin ona, başlanğıc verdin. Budur başlanğıc. Bu o demək deyildir, sən özündən yeni bir şəriət yaratmısan. Sən şəriətə yenilik gətirmək olmaz. O bidətdir, haramdır, qadağandır. Bu onun ikinci hissədə deyiləcək. Günahı vardır. Yəni, özündən iş düzəldə bilməzsən. Allahın əmr etdiyi, Rəsulun həyata keçirtdiyi və insanların unutduğu işləri ortaya gətir. Olsun yaxşılıq. Necə ki, bayaq sədəqə verməyi dedik. Tutaq ki, xalqımız unutmuşdu sədəqəni. Əgər sən buna başlanğıc verdinsə, insanlar bildisə ki, bunu etmək olar, bunu sən başlatmamısan. Bunu Allahın Rəsulu başlatmışdı. Amma sənin toplumunda bu itmişdi. Sən də səbəb oldun başlanmasına. Bax, budur, dəyərli insanlar. Birisi cüməyə gedir, məscidə gedir, maşınını boş getmir. Nəyimə lazım demir. Xəbər yayır. Ey müsəlmanlar, mən saat filan vaxtı məscidə gedəcəyəm. Yol uzaqdır. Kim getmək istəyir, gəlsin bizə maşından birlikdə gedək. Bax, sən bunu etdin, başqası da səndən öyrəndi. O dedi ki, mən də edəcəyəm. Mən tək gedirdim bu qədər yolu. Bəli, 3 nəfər götürüm, 4 nəfər götürüm özümdən. 4 nəfərin mükafatı mənə gələcək. Ki, o 4 müsəlmanın çətinliyini asanlaşdırdın. O gedəcəkdi, marşruta pul verəcəkdi, metroya pul verəcəkdi, ona qənaət elədi və yaxud da ki, kimisi getməyəcəkdi, mən onu apardım və sən savab qazandın. Sənin bu əməli və başqası baxdı, öyrəndi, onlar çoxaldıqca sənə hər birindən mükafat gəlir. Sənin xəbərin yoxdur bundan. Sən bunu qiyamət günü görəcəksən. Amma sənə yazılır. Ona görə dəyərli insanlar, yaxşı nə varsa onu et. Kiçik olsa belə, hətta Allahın Rəsulu demişdi, para xurma, para, dişlənmiş, yarı xurma olsa belə, yəni xurmanı əlindən 2 yerə böl, parasını ye, parasını yedizdir. Bu, başqasının da öyrənməsinə səbəb olacaq. O deyəcək, belə vermək də var imiş. Yəni, azdan utanan çoxdur. Amma biri onu edəndə insan cürətlənir. Ona görə etmək lazımdır. Və psixologiyada sürü psixologiyası deyilən bir qayda var. Bu, məşhur qaydadır. Yəni, bir nəfər bir işə başlanğıc verəndə digərlərinin həvəslənməsinə, cürətlənməsinə səbəb ola bilir. Səbəb ola bilir. Misal üçün, Xarəzmşah Cəlaləddin var, bildiyiniz, tarixdən bilirsiniz. 13-cü əsrin əvvəllərində yaşamış Xarəzmşah sultanlarından, şahlarındandır. Türk sülaləsidir. Deməli, həmən dövrdə insanlar Monqolları məğlub edilməz birisi bilirdilər. Onların qeyri-adi adam olduğunu bilirdilər. İnsanlar o qədər Monqollardan qorxurdular ki, hətta tarixçi tarixdə yazır ki, bir Monqol əskəri 10 nəfəri əsir tutub, tək bir nəfər 10 nəfəri əsir tutub, bunların hamısının başını əyib aşağıya, bir-bir bunların boynunu qılıncla vurur. Ona deyir, sən qal ha, tərpənmə yerindən. O da tərpənmir. Bu ikincini vurur, üçüncü durub qaçmır. Və yaxud da ki, 10 nəfərdirlər, tökülüb bir nəfəri vura bilərlər. Amma onlar düşünürlər ki, Monqolu vurmaq olmaz. Monqolu vursan nə olacaq? Zaten o səni vurub öldürür də indi. Hələ hücum elə, bəlkə yaşadın. Amma psixologiyaya o qədər
çöküb ki, yəni Monqola qələbə çalmaq olmaz. Monqola güz gəlmək olmaz. Monqol səni tutdusa, vəssalam, başını əy qoy vursun öl. 10 nəfəri, bir nəfər öldürdü. Cəlaləddin Cengiz xana qarşı o qədər hünərli olmuşdur ki, o qədər hünərli olmuşdur ki, o qədər onun əskərlərini öldürmüşdür ki, bunun bu addımlarıyla insanlar oyandılar ki, Monqolları məğlub etmək olurmuş. Bunlar məğlub edilməz deyilmişlər ki. Bax, ondan sonra bu sülalələrdə toplu insanların Monqollara qarşı hünərlənməsi başladı. Baxın, bir nəfərin bir addımı böyük bir toplumun oyanmasına səbəb olur. Ona görə insanda qorxaqlıq vardır. Qorxaq heç mən deyil ha. Yəni cürəti yoxdur. Cürəti var. Psixologiyadır bu. Onun beyninə belə oturub ki, bunu etmək lazım deyil. Birinin etməsi ilə baxırsan, adicə yarışlarda görürsən ki, misal üçün bir nəfər 100 kilo rekorddur. Filan şeyi 100 kilodan çox qaldıran yoxdur. Elə ki bir nəfər o 100 kilonu qaldırdı, baxırsan ki o 100 kilonu qaldıranlar çoxaldı. Halbuki illər idi onu, o rekoru təzəliyən yox idi. Buna deyirlər sürü psixologiyası. Yəni biri onu etdi, ardı gəlir. Deməli sən bir şeyi et, qorxma, hünərli ol və yaxud da ki, elə düşünmə, bununla nə olacaq? Sən nə bilirsən nə olacaq? Sən bir də görəcəksən ki, qiyamət günü böyük bir toplumun minlərlə toplumu yığıblar bir yerə. Deyirlər, bax bu adamların hamının mükafatının eynisi həmin adamlardan əskilmir. Elə necə var onda yerindədir. Sən səbəb olmuşsan bu qədər insanın oruç tutmasına, bu qədər insanın sədəqə verməsinə və yaxud da ki, bu yaxşılığı etməsinə. Köhnə geyimini gedib hədiyyə verib. Halbuki insanlar bunu atırdılar. Sən səbəb oldun buna, indi gör qiyamət günü bu sənə necə sevinç gətirir. Ona görə dəyərli insanlar, hər nəyi, yaxşı nəyi bilirsən öyrət. Ya sözünlə öyrət, ya həyatınla öyrət. Yaşa, sənin yaşamağının özü tərbiyədir, ibrətdir. Bir də bunun paradoksu var, ziddi. Pisə səbəb olmaq. Necə ki, həmən oxuduğumuz ayənin 2-ci hissəsində Allah dedi, kim bir pisliyə səbəb olarsa, o pisliyi edib günah qazananların hər birisinin eyni günahı ona yazılar. İndi siz təsəvvür edin, dəyərli insanlar, bir insan bidət başladıb. Bidət bilirsiniz də nədir? Dində yenilik. Dində yenilik. Sadə. Vəssalam, cümə namazından qabaq sünnə qılırlar. Bidətdir. Yoxdur sünnədə bunun yolu, göstərişi. İndi bunu edənlərin günahı kimin çiyninə yazılır? Buna birinci start verənlərin, buna birinci başlanğıc verənlərin. Təsəvvür edin, kimsə, neçə 100 il bundan qabaq düşünüb ki, atan ölübsə, ehsan ver, yaxşı niyyətə başlayıb, o elə bilib ki, mən yaxşılıq eləyirəm. Ehsan ver, cəmaət gəlsin, yesin, sən də bununla yaxşı adam olmuş olarsan. Baxın, o bugün hansı vəziyyəti alıb? İnsanlardır, borca düşür, xərc çəkir, xəstələnir, bütün ailəsi yorğun düşür və hətta gələnlər belə əziyyət çəkir, maşını ilə gəlir, nə bilim, gəlir orada vaxtını itirir. Bütün bunlara görə günah qazanır. Kim? Buna başlanğıc verənlər. İndi gör o adam məzardadır hər halda. İndi gör ona nə yüklənmələr gedir. Niyə? Çünki insanlar inciyir. İnsanlar əziyyət çəkir. Kim bunu başlatdı?
Bax, dəyərli insan, bir əməli edəndə öz ağlınla ölçmə. Allahın Rəsulu etməyibsə onu, etmə. Allahın Rəsulu edibsə, insanlar unudubsa, onu et ki, mükafatlanasan. Dində yeni iş olmaz. Dində yenilik olmaz. Nə qədər insan var, insanlara pis şeyləri öyrədir. Pis şeyləri. İnsan vardır, hicabdadır. Və yeni dəblər çıxardırlar. Hicaba məxsus dəblər, dar geyimlər, yavaş-yavaş açılmalar, yavaş-yavaş saç çölə çıxır, yavaş-yavaş boğaz görünür, yavaş-yavaş qollar yuxarı qalxır. Və sonra deyən kimi, əlimi belə qoyanda görünmür. Kimi özünü aldadır. Və buna başlanğıc verənlər var. Bunu moda kimi göstərənlər var. Və iş o yerə çatıb ki, hicablı manikenlər var. Subhanallah. Bu nə deməkdir? Saatlarla özünü bəzəyir ki, podyuma çıxacaq və insanlar bunun geyiminə baxıb deyəcəklər, bu qəşəng hicabdır. Qəşəng hicab da nəyə deyirlər? Cazibəli göstərən geyim. Allahın məqsədi nə idi hicabda? Cazibəni itirsin. Bunlar cazibəni ortaya çıxardırlar. Bədənin həssas nöqtələrini göstərmək üçün min fikirdən çıxırlar. Və insanlara bunu yavaş-yavaş aşılayırlar. İndi gör o öz üzərinə nələr yığır. Dəyərli insanlar, pisliyi öyrətməyin. Sən bilginən, ey kişi, sən siqaret çəkirsən, ha. Hansı gənc səndən onu öyrəndisə, hansı gənc baxıb da filənkəs din adamıdır, o çəkirdi, deməli olar. Sən bilginən yüklənirsən, ha, yüklənirsən. Allahın Resulü sallallahu aleyhi və səlləm həyat yoldaşı ilə gedirdi. Onların yoldaşları görünməzdi, bu kimdir? Çünki niqablı idilər və onların niqabı da bugünkü niqab kimi də deyildi. Yəni elə idi ki, başından bir şeylər atırdı və salam, onun altında bir qadın var. Bu idi. Yalnız boyun hündürlüyü bilinirdi. Tamam. Və Allahın Resulü sahabələri ilə rastlaşanda deyir ki, bu mənim həyat yoldaşım filənkəsdir. Sahabələr çaşbaş qaldılar. Və sonra məsciddə onunla görüşəndə dedilər, ya Rasulullah, bizə belə niyə dedin? O dedi, mən şeytanın sizin üzərinizdə fikir oyatmasının qabağını aldım. Yəni pis bir şeyin qabağını alın ey insanlar. Nə yaranma ehtimalı varsa qabağını alın. Görün Allahın Resulü birdən zənn edər ki, görəsən bu qadın kimiydi Allahın Resulünün yanında. Heç kəs bunu belə düşünməz, ha. Onu o sahabələr belə düşünməzlər. Onlar elə adamlar deyildi. Resulullah bizə dini öyrədir. Heç bir pisliyə səbəb olmayın. Təsəvvür edin. O qədər həssas olublar buna. Bu günləri din adamı siqaret çəkir. Din adamı siqaret çəkir. İnanın ki, o cahildir. Onun dindən xəbəri yoxdur. Din adamı siqaret çəkər. Siqareti heç kəs çəkməz. Haramdır. Amma din adamı üçün onun haramlıq çapı gör nə qədərdir. Sıradan cahildən ola bilər heç kəs öyrənməsin. Amma din adamından öyrənirlər. O deyir ki, o Quran oxuyur, çəkir. Deməli olar. Hətta müctəhidlər var çəkir. O başı batmış o müctəhid hətta fətva verib. Fətva verir ki, məkruhdur, haram deyil. Ay nadan, ay cahil, onun qutusunun üstündə yazıb zərərlidir, sən deyirsən məkruhdur. Qutusunun üstündə yazıb zərərlidir. Allah demir öz kitabında, özünüzü təhlükəyə atmayın, zərərli işlər görməyin. Allahın Resulü deməmişdi, la dirara və la dirar. Zərər vermək və zərərli iş görmək qadağandır.
Üstündə də yazıb zərərlidir. Ona görə dəyərli insanlar, nə edirsənsə diqqətli ol. Sənin etdiyini, sənin övladın səndən öyrənsə, o onu etsə, onun övladı etsə, ondan öyrənsə, babamız belə edibdir desə, vay halıza. Şərab içir və insanlara deyir, bu mikrobları öldürür. Arabir içmək lazımdır. İçib özünü apara bilirsənsə, sən yaxşı kişisən. Bax, bu sözləri misal çəkirlər, bəzi gənclər, Onlar deyir, mənim atam belə deyərdi. Kişi əgər içib ayaq üstə qala bilirsə, ona halaldır. Bax, bu da bəziləri bunu qədəhlər əlində sağlıq deyəndə deyirlər. Siz bilin, bu sözü öyrədənlər. Bunların günahlarının eynisi sizə yazılır, amma bunlardan əskilməmə şərti ilə. Çünki bunu edən günahkardır. Onun günahı hansı ölçüdədirsə, eyni ölçü sənə yazılır. Ey onun babası, ey onun atası, sənin ayağına da yazılır o günahlar. Sən övladına nələr öyrətdin? Müasir qumarlar çıxıb, mədəni qumar, mədəni, rəsmi, dövlət səviyyəsində. Məgər dövlət səviyyəsində olması onu halallaşdırır ki, Allah haram edibsə, dövlət nədir, dövlətlər nədir, bütün yer üzünün insanları kimdir? Heç kəsin bunu halal etməyə haqqı yoxdur. O qumardır. Oyun oynanılır, rəsmidir. Heç bir təhlükəsi yoxdur. Amma o qumardır, onun cəhənnəmi vardır. İnsanlara qumara öyrətməyin, insanları həvəsləndirməyin. İndi o qumarın telefon növləri çıxıb, ən rahat üslubu ilə, ən rahat pulunu ödəyirsən, hesabına, telefonuna hesab gəlir, həmən hesab qədər oynayırsan. Mədəni kimi, sevinç ilə, gülüş ilə, baxın, görün, nələri halallaşdırıblar. Ona görə dəyərli insanlar, bütün bunlar qadağandır və qadağanlardan insanları çəkindirin ki, bir nəfərin xilasına səbəb olsan, sən həmən bir nəfər gələcəkdə nə böyüklükdə toplum olacağını Allah bilər. Bəlkə də Allah sənə elə bir bərəkət verdi ki, sən qiyamətə qədər sənin bu yaxşılığın davam edə bilər və sən də bunun mükafatını ala bilərsən. Ona görə heç bir yaxşılığı kiçik bilməyin, edin. Heç bir günahı kiçik bilib etməyin. Uzaq durun. Çünki zərrələr yığılır, dağ yaranır. Dağ kiçik daşlardan ibarətdir. Və nəticədə dağ olub, vulkan olub, dağ olub. Bilincinən ki, kiçik bildiyin bəzən dağlar olur və bəzən kiçik bildiyin sənin cənnətdə bir sarayına səbəb ola bilər. Nəyi bacarırıqsa yaxşı edək, nə pislik vardırsa hamısından uzaq duraq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.